Kəsə salam. Deməli, Zeydin hamam vloqunu istədim Instagramda da sizin üçün paylaşım. İlk öncə əşyalarını yığmaqdan başlayırıq. Təbii ki, ən əsas köməkçim Jonis'in bezləri, nəm salfetləri, alt dəyişdirmə bezləridir. Baxım əşyalarını yığdıqdan sonra keçirəm paltarlarına. Daha sonra bu arada çox həyəcanlıydıq. Hətta mən o qədər qorxurdum ki, bu görəvi türklər demiş, yoldaşımla baldızım üstləndi. Çünki onlar hərəsi 3 dənə uşaq çimizdiriblər bu günə kimi. Belə bir dəsmal sərdik, uşaq diksinməsin deyə sudan. Burada minik şirin kadrlar qoyuram sizin üçün və başladıq. Çimizdirmə hissələrini çox çəkmədim, çünki özüm də kömək eləməyə çalışdım müəyyən qədər. Daha sonra Jonis'in alt dəyişdirmə bezini sərdik və yoldaşımla baldızım Zeyd Aslanı geyindirdilər. Daha ən axırda da dədə-baba qaydası ilə qarnını bükdük ki, soyuq olmasın və hamam vloqumuz burada sonlandı. Həmişə təmizlikdə.